Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə şəkil üzərindən mətn təsvirinin 6-cı dərsindəyik. Bugünkü dərsimiz yenə topluluğun sonunda olan şəkillərdən olacaq. Yenə 3 şəklimiz və fərqli təsvirlərimiz var. Hər 3 şəklə diqqət yetiririk və belə balaca bir mətn qururuq. Yeri gəlmişkən, qurduğumuz birinci mətnlər hər zaman sadə və qısa, lakonik olur. Ümumiyyətlə cümlə qura bilməyən uşaqlar bu mətnlər üzərində işləyib öz biliklərini genişləndirə bilərlər. Qış idi. Tom, Jack və Lucy çöldə oynayırdılar. Tom buzun üstü ilə getdi. Birdən buz qırıldı və o suya düşdü. Jack və Lucy bunu gördülər. Onlar qorxdular. Jack bir çubuq götürdü. Lucy də kömək etdi. Onlar Tomu çıxartdılar. O islanmış və üşümüşdü, amma artıq təhlükəsiz idi. Təşəkkür edirəm, Tom dedi. Onları gülümsədilər və birlikdə evə getdilər. Gəlin bunu aşağıda ingilis dilinə tərcümə eləyək. Bu arada mətnin tərkibində içində olan isimlər, sifətlər, feillər, zərflər, əvəzliklər verilib. Aşağıda mətnimizin əvvəl Azərbaycan versiyası, daha sonra ingilis versiyası verilib. Baxın, qış idi. Qış idi. Geçmiş zamanda quracağıq mətni. It was winter. It was winter. Tom, Jack və Lucy çöldə oynayırdılar. Geçmiş zamanda zamanda veririk bunu. Baxın, Tom, Jack və Lucy 3 nəfərdən söhbət gedir. Oynamaq feili play'di. Davam edici zamanda verdiğimizə görə Tom, Jack and Lucy 3 nəfər olduğuna görə was yox, were götürəcəyik. Were. Play feilinin sonuna ing artırırıq. Playing. Harada oynayırdılar? Çöldə. Outside. Tom, Jack and Lucy were playing outside. Tom buzun üstü ilə gedirdi. Üstü ilə getdi. Tom walked on the ice. Ice buzdu. Tom şəxsdir. Xəbəri walk. Getmək, gəzmək, yerimək ifadə edir. On the ice, yəni buzun üzərində. Tom walked on the ice. Birdən buz qırıldı. Birinci hissə. İkinci hissəyə baxın. Və o suya düşdü. Birdən, qəfildən, suddenly buz qırıldığını it broke da verə bilərsiniz və yaxud da ki buzu da verə bilərsiniz. Yəni ice broke verə bilərsiniz. Fərqi yoxdur. Və o suya düşdü. Kim? Tom. He fell in. Suyun adını yaza bilərsiniz. Misal üçün yaza bilərsiniz ki he fell into the water və yaxud da ki he fell in. Yəni içinə yıxıldı. O suyun içinə düşdü. Jack və Lucy bunu gördülər. Jack and Lucy görmə feilini geçmiş zamanda veririk. Saw him. Onu gördülər. Onlar qorxdular. They were scared. To be scared feili qorxmaq demək. They were scared. Onlar qorxdular. Jack bir çubuq götürdü. Jack held a stick. Hold feilini geçmiş. Held a stick. Stick çubuqdu. Lucy də kömək etdi. Lucy helped to. Baxın, bu to daha da həmçinin deməkdir. Təsdiq cümlələrinin sonunda gəlir. Onlar Tomu çıxartdılar. They pulled Tom out. Baxın, pull dartmaqdır, amma pull out hardansa çıxarmaqdır. Pull Tom out, yəni Tomu çıxartdılar. They pulled Tom out. O islanmış və üşümüşdü, amma artıq təhlükəsiz idi. O islanmışdı, baxın, he was wet. Ya da o üşümüşdü, he was cold. Okay? İndi hər ikisi varsa belə verəcək. He was wet and cold. Amma artıq təhlükəsiz idi. But he's safe. Təşəkkür edirəm, Tom dedi. Thank you, Tom said. Thank you, Tom said. Onlar gülümsədilər və birlikdə evə getdilər. They smiled and went home together. Onlar gülümsədilər. They smiled və getdilər. Nə etdilər? Went, getdilər. Home, evə. Together, birlikdə və evə, birlikdə evə getdilər. Bu birinci mətnimizdir. Aşağıda ikinci mətnimiz var. Daha çox hekayə formasında olur ikinci mətnlər hər zaman. Baxaq, bir qış günü, günortadan sonra Jack, Tom və Emily qarda oynayırdılar. Jack donmuş gölü görüb Emily'nin xəbərdarlığına baxmayaraq üzərinə çıxdı.
Birdən buz çatladı və o soyuq suya düşdü. Kömək edin deyə qışqırdı, sudan çıxmağa çalışaraq. Tom tez bir çubuq götürdü, Emily isə əlini uzatdı. Bərk tut deyə səsləndi. Böyük çətinliklə onlar Jacki çıxartdılar. O titrəyərək dostlarına baxdı. Dinləməli idim deyə pıçıldadı. Emily gülümsədi. Növbəti dəfə ehtiyatlı ol. Onlar birlikdə evə tərəf yola düşdülər, həm rahatlayaraq, həm də bir dərs alaraq. Aşağıdan mətnimizin ingilis dilinə tərcümə olunmuş forması var. Ola bilsin ki, bu mətn sizə digərindən daha maraqlı gəlsin. Bunun üzərində işləyib öyrənə bilərsiniz. Hər birinizə uğurlar diləyirəm. Allah'a emanet.